Bismillahirrahmanirrahim. Əziz dəyərli izləyicilər, bu günlər Əyyam-ı Fatimiyyə günləridir. Bu günlər münasibəti ilə başda İmam Zaman ağamız olmaqla bütün müsəlmanlara başsağlığı verirəm. Bu günlərdə bildiyimiz kimi Həzrəti Fatimiyyə Zəhra salamullah əleyha şəhadətə çatıbdır. Həzrəti Fatimə salamullah əleyha haqqında danışmaq çox çətindir. Dillər onu vəsf eləməkdə acizdir. Həzrəti Fatimə salamullah əleyhanın ömrü çox qısa olub. 18 il yaşayıbdır. Amma onun haqqında kitablar yazılıbdır. O qədər ömrü izzətli, dəyərli, bərəkətli keçibdir ki, onun haqqında kitablar yazdıqca bitmir. O qədər ömrünü bərəkətli keçiribdir. Həzrəti Fatimə Zəhra salamullah əleyha həm izzətli, həm iffətli, həm ədəbli, əxlaqlı bir şəxsiyyətidir. Fatimə Zəhra salamullah əleyha çox hər tərəfli bir xanım idi. İnsan ona baxdıqca həyatını gözəlləşdirə bilər. Baxın, ümumiyyətlə insan inkişaf eləmək üçün, məqsədini çatmaq üçün öz qarşısına bir hədəf qoyur, o hədəfə doğru addımlayarkən özünə bir örnək seçməlidir, bir nümunə seçməlidir ki, ona baxmalıdır, onun kimi hərəkət etməlidir. İnsan üçün də, bizim müsəlmanlar üçün də Əhl-i Beyt 14 məsum nümunəvi şəxsiyyətlərdir. Biz onlara baxmalıyıq. Məxsusən də Həzrəti Fatimə Zəhra salamullah əleyha çox izzətli, iffətli, pak bir xanım idi. Məxsusən də xanımlar üçün çox nümunəvi bir xanımdır. Biz Həzrəti Fatimə salamullah əleyhanın həyatına nəzər salanda, istir onun uşaqlığı, istir onun gəncliyi, ailədə yaşadığı dövrləri çox önəmli nöqtələri var. Həzrəti Fatimə Zəhra salamullah əleyhanın həyatına baxanda görürük ki, onun uşaqlıqda, məsələn, Peyğəmbərin yanındaydı, Peyğəmbərə dəstək verirdi. Peyğəmbər buyurdu, Ummi Əbiha, atasının anası. Və xanım Zəhra ailə quranda, ailə daxilində elədiyi fəaliyyətlər, onun ibadətləri, onun şəxsiyyət kimi rəftarı, davranışı, elmi mükəmməl olub, ideal olubdur. Məsələn, biz görürük ki, Həzrəti Əli əleyhissalam Həzrəti Fatimə haqqında belə buyurur. Fatimə heç vaxt məni incitmədi və heç vaxt mənə itaatsizlik etmədi. Baxın, insanı ən yaxşı tanıyan onun həyat yoldaşıdır. Və həyat yoldaşı Həzrəti Əli deyir ki, xanım Zəhra heç zaman mənə incitməyib və heç bir zaman da mənə itaatsiz eləməyib. Belə bir ailəyə, belə bir insana insan baxdıqca və görür ki, belə yaşamaq mümkündür. Xanım Zəhra belə yaşayıbdır. İndiki gənc ailələr də baxıb ondan öyrənə götürməlidirlər. Biz də elə yaşayaq ki, həyat yoldaşımızı incitməyək. Həyat yoldaşımıza itaatsizlik eləməyək. Xüsusən məxsusən xanımlar. Məxsusən xanımlar buna diqqət etməlidirlər. Digər bir hədisdə Həzrəti Əli buyurur ki, hər vaxt Fatiməni görürdüm, bütün qəm-qüssəmi unudurdum. O qədər xanım Zəhra mehriban, gülərüz, təbəssümlü bir xanım idi. İstər-istəməz Həzrəti Əli onu görən zaman bütün qəmini unudurdu, yorğunluğunu unudurdu. Biz bunu gətirək ailəmizə. Görürsən, kişi işdən gəlir, çox yorğundur, işləyib, yorğun gəlib. Evə daxil olan zaman, xanımına baxan zaman xanım onu elə təbəssümlə qarşılamalıdır ki, o bütün öz yorğunluğunu, kədərini, qəm-qüssəsini unutmalıdır. Nəinki əksin olmalıdır, gəlib xanımı görməlidir, biraz da əsəbləşməlidir, biraz da özündən çıxmalıdır. Bu olmamalıdır. Bizim üçün xanım Fatimə nümunədir. Və xanım Zəhranın ibadəti və itaati də nümunəvi bir ibadət olubdur. İmam Həsən əleyhissalam deyir, gecənin bir aləmində cümə axşamı idi, gördüm anam dua eləyir. Möminlər dua eləyir, qonşuları dua eləyir. Amma özünü dua eləmədi. Dedim, ana, hamını dua elədin, bəs özünü nə dua eləmədin? Dedi, əvvəl qonşu, sonra ev əhli. Fədakar bir xanım idi. Egoist biri deyildi, ancaq özünü düşünmürdü. Yalnız mən özüm, ailəm üçün yox,
qohum, qonşu, möminlər, möminələr, müsəlmanlar onları dua edirdi, onları düşünürdü. Sonra deyirdi ki, özümüz. Və Həzrəti Fatimə Zəhra təkcə bununla kifayətlənmirdi. İbadəti öz yerində, itaati öz yerində, ailədə xidməti, elmi xidmətləri hamısı yerində idi. Hətta Əmir əl-Müminin Əli əleyhissalamı da müdafiə edildi. Öz o cansız bədəni ilə onu müdafiə edirdi. Və bu yolda da şəhadətə çatdı. Həzrəti Əlinin müdafiəsi yolunda da düşmənlər tərəfindən şəhadətə yetişdi. Bu onu göstərir ki, belə bir insan ideal bir şəxsdir və hər birimiz üçün kamil şəkildə nümunəvi bir şəxsdir. Hətta şəhadətindən belə insanlara çatdırdı ki, insan gərək haqqın yanında olsun, haqqı müdafiə eləsin. Hətta öz məzarını belə gizli saxladı ki, heç kim bilməsin. Və bununla insanlara çatdırmaq istədi ki, Həzrəti Zəhra narazı getdi bu dünyadan. Razı halda getmədi. Onu incitdilər. Çox incitdilər xanım Zəhranı. Və Peyğəmbər nə buyurmuşdu? Peyğəmbər buyurmuşdu ki, Həzrəti Zəhranı incidən məni incidir. Məni incidən də Allah'a incidir. Həqiqətən də xanım Zəhranı incitdilər və bu yolda da xanım Zəhra şəhadətə çatdı. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.